Salam, hər birinizi xoş gördük. Ənənəmizə sadiq qalaraq radio qovşağımız yenidən sizinlədir. Aparıcınız mən 6B sinif şagirdi Əliyeva Nuray. Radio efirimiz iki mövzuya həsr olunub. Bugün görkəmli bəstəkar Səid Rüstəmovun yaradıcılığından danışacağıq. Azərbaycan Bəstəkarlıq Məktəbinin görkəmli simaları arasında Səid Rüstəmovun öz yeri dərs xətti var. Onun musiqi dili anlaşıqlı və yadda qalandır. Yüksək xalq sevgisindən yaranan bu musiqi insanların qəlbinə yol tapmağa, onların hisslərinə hakim kəsilməyə qadirdir. Professional musiqimizin Milli Bəstəkarlıq Məktəbinin banisi Dair Üzeyir bəydən dərs alan və onun yolunu musiqi irsini layiqincə davam etdirən Səid Rüstəmovun adı musiqi tariximizin səhifələrinə əbədi yazılıb. O, görkəmli bəstəkar olmaqla yanaşı, pedaqoq, dirijor, ictimai xadim kimi də müstəsna xidmətləri ilə özünə əbədi yaşarlıq qazanıb. Bugün görkəmli bəstəkar və pedaqoq, xalq artisti Səid Rüstəmovun vəfatından 41 il ötür. Səid Əlioğlu Rüstəmov 1907-ci il mayın 12-sində anadan olub. Erkən yaşından atasını itirən Səid qardaşlarının himayəsində böyüyür. 1919-cu ildə erməni quldur dəstələrinin qırğınlarından qurtulmaq üçün ailəsi Gəncəyə, 1920-ci ildə isə Ağdaş rayonuna köçür. Ağdaşda yaşadığı illər balaca Səidin sənətə olan ilk maraq dövrüdür. Burada öz fəaliyyət dərnəyində pianoda çalmağı öyrənir. Tezliklə Rüstəmovlar ailəsi Bakıya köçür. Səid müəllimlər seminariyasına daxil olur, burada musiqi dərslərində truba çalmağı öyrənir. Həyatında baş verən maraqlı bir hadisə onun musiqi sənəti ilə demək olar ki, əbədi qovuşdurur. Bu xatirə bəstəkara həsr olunan radioçerklərin birində öz dilindən belə səslənib. Həm musiqi, həm də rəsm dərslərini eyni məktəbdə keçirdik. Bir gün rəsm məşğələsindən çıxmışdım. Otaqların birindən gələn piano səsi məni vale etdi. Ayaq saxlayıb qulaq asmağa başladım. Birdən müəllimlərdən biri mənə yaxınlaşdı və dedi: "Nə üçün burada durmusan?" cavabında eşitdiyim musiqi çox xoşuma gəlir, buna qulaq asıram, dedim. Müəllim mənim musiqiyə münasibətimi soruşdu. Mən də bu sənətə olan böyük məhəbbətimi və həm piano, həm də truba alətlərində ifa edə bildiyimi söylədim. O mənim başımı sığallayıb, musiqi səsi gələn otağın qapısını açdı. Əlimdən tutdu və biz içəri daxil olduq. Piano arxasında mehriban çöhrəli bir kişi əyləşmişdi. Onlar salamlaşdılar. Sonra müəllim mənə o şəxsi təqdim edib, bu uşağın yaxşı musiqi duyumu var, dedi. Beləliklə onlar birlikdə mənim musiqi qabiliyyətimi, ifa bacarığımı yoxladılar. Nəhayət mən başa düşdüm ki, bu mehriban şəxs Üzeyir bəydir. Beləliklə Üzeyir bəy məni dərhal musiqi texnikumunun tar sinifinə göndərdi. O gündən də həm mənə atalıq qayğısı göstərdi, həm də sənət yolumu müəyyən etdi. Səid Rüstəmov musiqi texnikumunda muğamları Ustad Tarzan Mənsur Mənsurovdan, not dərslərini isə Dair Üzeyir bəydən alır. O istedadlı və bacarıqlı bir tələbə kimi bütün müəllimlərin rəğbətini qazanır. 1929-cu ildə, yəni musiqi texnikumunu bitirməzdən bir il əvvəl həmin məktəbdə tar müəllimi kimi fəaliyyətə başlayır. 1930-cu ildən fəaliyyətə başlayan bəstəkarın ilk əsəri də Səməd Vurğunun sözlərinə bəstələdiyi Pioner marşı olur. 1931-ci ildə Dair Üzeyir bəyin təşkil etdiyi ilk notlu xalq çalğı alətləri orkestri Səid Rüstəmovun yaradıcılığında xüsusi rol oynayır. Üzeyir bəy onu orkestrə həm tarzan, həm də konsertmeyster təyin edir. Gənc Səid burada dünya klassiklərinin əsərləri ilə tanış olur. Özü də bu üslubda əsərlər yazmağa başlayır. Bəstəkarın Bayatı Kürd fantaziyası bu əsərlərdəndir. Yaxan düymələ və yadıma düşdü xalq mahnılarını ilk dəfə xalq çalğı alətləri orkestri üçün məhz Səid Rüstəmov işləyib. O 1935-ci ildən ömrünün sonuna qədər orkestrin bədii rəhbəri və baş dirijoru olub. Bu illər ərzində orkestrin ifaçılıq imkanları xeyli genişlənmiş və daha da təkmilləşmişdir. Müxtəlif musiqi janrlarına müraciət edən Səid Rüstəmovun əsərləri zaman, məkan baxımından köhnəlməyən daim aktualdır. Mahnı Səid Rüstəmov yaradıcılığının ən səciyyəvi janrıdır. Məzmun baxımından bu mahnılar çox şaxəlidir. Belə ki, vətənpərvərlik, əmək zəhmət, lirik məhəbbət hisslərini ifa edən fərdi məzmun Səid Rüstəmovun musiqisi ilə vəhdət təşkil edir.
Bu mahnılardan Oxu gözəl, hardasan, həkim qız, getmə getmə, haralısan, bənövşə, intizar, Sürəyya, Sumqayıt, yürüş marşı, cəbhəyə, qurban adına, sənindir və başqalarının adını çəkə bilərik. Bu nəğmələr Bülbül, Şövkət Ələkbərova, Rəşid Behbudov, Gülağa Məmmədov, Sarə Qədimova və bu kimi unudulmaz sənətkarlarımızın ifasında səslənərək sevilib, yaddaşlara həkk olunub və bu gün də ifaçıların repertuarında geniş yer tutur. Uşaqları unutmayan Səid Rüstəmov onlar üçün də bir neçə gözəl nəğmə bəstələyib. Bəstəkar 1935-ci ildə Tar məktəbi adlı ilk tədris vəsaitini yazıb. Bu qiymətli əsər bir neçə dəfə nəşr olunub. Bütün ustad tarzənlər bu mənbəyə müraciət edib və bugünkü nəsil də ondan bəhrələnir. İlk dəfə musiqi nümunələrini məhz Səid Rüstəmov nota köçürmüşdü. Daha sonra 1938-ci ildə ustad xanəndə Cabbar Qaryağdıoğlu'nun ifasından 50 xalq mahnısını nota salmışdır. Bundan əlavə 100 xalq mahnısı məcmuəsi, bir neçə mahnı və rəqslərin orkestr üçün işlənməsi də məhz Səid Rüstəmov yaradıcılığına aiddir. Dayı bəstəkar Üzeyir bəyin vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqına Səid Rüstəmov rəhbərlik edib. 1983-cü il iyunun 10-da vəfat edən Səid Rüstəmovun adı Azərbaycan musiqi sənəti tarixində daim yaşayacaq. O bənzərsiz yaradıcılığı ilə əbədi yaşarlıq qazanıb. Keçid alırıq növbəti mövzumuza. Bugün həm də 10 iyun şirin və sevilən bayram olan Ümumdünya Dondurma günüdür. Müxtəlif şirniyyatlara və desertlərə həsr olunan bayramlar siyasında əlbəttə ki, dondurma günü öndə gəlir. Belə ki, bu süd məhsuluna azcadan biganədir. Nəinki uşaqlar, hətta böyüklər üçün dondurma həmişə dadlı və sevinc bəxş edəndir. İlk dəfə dondurmanın kütləvi satışı Amerika Birləşmiş Ştatlarında 10 iyun 1786-cı ildə başlanıldı. Buna görə rəsmi statusu olmayan bu bayram məhz bugün qeyd olunur. Əlbəttə ki, dondurmanın yaranma tarixi qədim zamanlara dayanır. Təxminən 3000 il əvvəl Çində buz, qar və meyvə parçaları qarışığından sərinləndirici desertlər hazırlanırdı. Daha sonra süd və buz qarışdırılaraq bir resept ortaya çıxdı. Sonra qədim İsrail və Yunanistanda tərəvətləndirici desertlər hazırlanmağa başlanıldı. Avropada dondurulmuş südün istifadəsi resepti yalnız 14-cü əsrdə İtaliyada ortaya çıxdı. Fransaya isə resept 16-cı əsrdə gəldi. Lakin 18-ci əsrdən başlayaraq süddən klassik dondurma hazırlanmağa başlanıldı. Eskimo dondurması isə Amerikalı Christian Nelson tərəfindən 20-ci əsrin əvvəllərində Amerika Birləşmiş Ştatlarında icad edilib. Avstriya şirniyyatçıları dünyaya şokoladlı dondurmanı tanıtdılar. Bugün çox sayda dondurma növü var. Dondurma hələ də dünyanın ən alçatan və populyar desertlərindən biri olaraq qalır. Dəyərli radyo dinləyicilərimiz, bizə ayrılan efinin sonuna gəldik. Növbəti efirlərdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.